ayələr var. O ayələrdən bəzilərini sizin diqqətinizə çatdırmaq istəyirəm. İlk olaraq iblis Allah Taala'dan möhlət istəyir. İblis Allah Taala'dan möhlət istəyir. Bilirik ki, Allah Taala biz insanı yaratdığı zaman Quran-ı Kərimdə ayədə də Allah Taala buyurur ki, onu bir çox varlıqlardan, bir çox məxluqlardan hörmətli etdik. Allah bəndəsini əzizləyir. Mələk deyir, nə üçün yaradırsan? İblis deyir, nə üçün yaradırsan? Amma Allah Taala insanı əzizləyir. Və ən nəhayət iblis Adəmə səcdə etmir. Daha sonra Allah Taala iblisi dərgahından qovur. İblis Allah Taala'dan möhlət istəyir. Qalə Rəbbi fəənzirni ilə yevmi yub'əsun. Dedi, ey Rəbbim, məni qiyamət gününə qədər möhlət verginə. Allah Taala buyurdu, qalə fəinnəkə minəl munzərin. Sən möhlət verilənlərdənsən. İblisə Allah Taala möhlət verdi. İblis o möhləti nə üçün istədi? İblis o möhləti ona görə istədi ki, insanları yoldan azdırsın və daha sonra da Allah Taala'ya göstərsin ki, bax, bu insana görə məni dərgahımdan qovdun, amma bu ona layiq deyildi. Bu ona layiq deyildi.